indi hal-hazırda Azərbaycan Respublikası Prezident Administrasiyasının vətəndaş qəbulundan çıxdıq. Nə cür qəbul etdilər sizi? Çox sağ olun. İsmail müəllim, təşəkkür edirəm. Siz mənim balıma dəstək oldunuz. Çox sağ olsun. Nurana xanım mənim balıma köməkdarlıq edir, dəstək olur. Allah razı olsun sizdən. Prezident Administrasiyasında məsul şəxs qəbul edərək aidiyyatı orqanlara göstəriş verildi. Bu uşaq talisimiya xəstəliyinə düçar olur. Allah şəfasını versin. Çox sağ olun. Narazılığınız olmadı ki? Xeyr, Allah razı olsun sizdən. Nurana xanımdan Allah canınızı sağ eləsin. Hal-hazırda biz talisimiya mərkəzindəyik. Həkimin qəbuluna qalxırıq. Biz hal-hazırda talisimiya xəstəxana mərkəzindəyik. Raulu indi dərhal analizləri alınması üçün həkimə yönəldi və operativ olaraq yüksək səviyyədə Raula baxış keçirdilər. Həkimlər nəzarətinə götürdü. Biz hal-hazırda talisimiya xəstəxanasındayıq. Deməli, administrasiyadan çıxdıq və administrasiya göstərişlərini verdi. Nə cür oldu? İzah elə görək. Uşaq xəstədir də, problemlidir. Narahatdır, sağ olsun həkimlərimiz. Sən talisimiya mərkəzində olmuşdun heç yoxsa yox? Xeyr, olmamış. Birinci dəfə idi də? Bəli, birinci dəfə gəlirik bura. Deməli, həkimlər səni nə cür qarşıladılar? Çox gözəl, çox razıyıq. Və analizə dərhal uşağı yönəltdilər də, düzdürmü? Sağ olsun. Bizə köməkdarlıq elədi. Sağ olsun həkimlərimiz, sağ olsun. Çıxış yolu, sağ olsun çıxış yolu. Onun vasitəsilə Nurani xanım, İsmail müəllim sağ olsun bizə bu Əsas bizə əsas odur ki, həkimlər sağ olsun. Həkimlər sağ olsun. Həqiqətən də Bizə dəstəklər. bir daha da Azərbaycan Ölkəmə dəstəklər. səhiyyəsi həkimi Sağ olsun. talisimiya mərkəzinə mən öz təşəkkürümü bildirirəm ki, dərhal bizi qəbul edərək vətəndaşı qəbul etdilər, uşağa baxış keçirdilər və uşağı analizə yönəltdilər və inşallah uşaq tez bir zamanda sağalaraq həkimlərin nəzarətində olacaq. Allah razı olsun həkimlərimizdən. Hal-hazırda talisimiya xəstəxanasındayıq. Hal-hazırda qan götürürlər uşağa. Təşəkkür edirəm İsmail müəllimə. Təşəkkür edirəm Nurana xanıma. Allah razı olsun sizdən. Çox sağ olun İsmail müəllim. Sizin vasitəsinə gəlmiş. Sizin vasitənizlə bizi Balisə yönəltdiniz. Sağ olun. Həkimlərimizdən də çox razıyam. Yaxşı qarşıladılar. Ürəyimiz olur uşağımızı. Çox sağ olun İsmail müəllim. Allah razı olsun. Allah sizdən razı olsun. Həkimlərdən minnətdaram. Allah canlarını sağ eləsin həkimlərimizi.